بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعده Amma ba'd. Ey qadın, ey hicabını örtməyən qadın, sən Allahı sevirsənmi? Bunu necə sübut edə bilərsən? Məgər Allahı sevirəm demək kifayət edirmi? Allah sən qadına hicabı vacib edib. O hicabı sənə zinət edib. O hicabla səni əslində qorumaq istəyib. Sənin daha dəyərli olduğunu bildirmək istəyib. Bəs sən niyə hicab taxmırsan? Əgər Allahı sevdiyini iddia edirsənsə, onda bu sevgini sübut elə, hicab tax. Gör Allah nə buyurur? Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çəksinlər, naməhrəmə baxmasınlar. Ayıb yerlərini zinadan qorusunlar və ya örtülü saxlasınlar. Özü özlüyündə görünən əl, üz istisna olmaqla zinətlərini, yəni zinət yerləri olan boyun, qol, ayaq və s. naməhrəmə göstərməsinlər. Baş örtüşlərini yaxalarının üstünə çəksinlər. Nur surəsinin 31-ci ayəsini axıra kimi oxu. Ey qadın, bunlar adi sözlər deyil. Bu kəlamlar aləmlərin Rəbbi olan Allahın sözləridir. Məgər bu sözlərə bigana qalmaq olarmı? Bu, o Rəbbin sözləridir ki, o səni səndən çox istəyir. O Rəbbin ki, sənə şah damarından da yaxındır. O Rəbbin ki, səni hicabla yad gözlərdən, pis nəfslərdən və təhlükələrdən qorumaq istəyib. Onun çağırışına cavab ver, hicab tax. Allahın elçisi ona və ailəsinə Allahın salavatı və salamı olsun buyurur. Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan uşaq dünyaya gətirən, ona gözəl tərzdə təsəlli edən, Allahdan qorxan qadındır. Onların ən şərlisi isə açıq-saçıq geyinən və xülyalara dalan qadındır. Səhih hədislər toplusu 1844 nömrəli hədisdə gəlir. Hicab taxmaq qəlbi xəstə insanların, şəhvət mərəzinə tutulmuşların, yad insanların baxışlarından qoruyur qadını. Ey qadın, hicab qadına həyanın əsl mahiyyətini göstərir. Cəmiyyətimizdə hicabı bəyənməyənlər, yəqin nənələrimizin həya libası olan hicabı, çadranı unudublar. Ey qadın, qərb aləmindən elmi texniki tərəqqini götürək dedik. Lakin onların həyasını götürək demədik. Əslində isə qərb aləminin İslam aləmindən abır həya götürməsinə ehtiyacı var. Sən bugün hicabın dəyərini dərk etməkdə gedikmə. İslamın hicab neməti ilə sən qadına necə böyük dəyər verdiyini anla. Səni qul kimi özünə tabe etdirən şübhələrdən uzaq ol. Sən qul kimi işlədilməyə razı olma. Bəli, Allahı və elçisinə razı salmaq, cəmiyyətdə şəhvani hissləri yayanları razı salmaqla müqayisə edilməyəcək dərəcədə üstündür. Elə isə Allah və Rasulunu razı sal, ey qadın. Allah Teala buyurur, Vallahu yuridu ən yətubə aleykum və yuridul-ləzīnə yəttəbi'unəş-şəhəvəti ən təmilu meylən azimə. Allah Teala buyurur ki, Nisa surəsi 27-ci ayədə, Allah Teala sizin tövbənizi qəbul edib, sizi bağışlamaq istəyir. Lakin şəhvətlərinə tabi olanlar isə sizin böyük bir azğınlıqla azmağınızı istəyirlər. Bəli, ey qadın, elə isə sən cəmiyyətdə qul kimi işlədilməyə razı olma və istifadə edilməyə razı olma. Bir mirvari dəyərli olduğu üçün sədəfin içində olur. Qızıl da dəyərli olduğu üçün onu oğurlanmaqdan qoruyur, gizlədirik.
Qadın da dəyərli olduğu üçün İslam dinində qadının hicab örtüyü ilə qorunmasının gərəkdiyi Rəbbimiz tərəfindən əmr olunmuşdur. Hicabın qadına nələri verdiyini anlayan qadın dərhal hicab geyinər. Hicab taxmağa bəhanələr lazım deyil. Onlardan bəzilərini qeyd edəcəyəm. Necə ki, bugünkü günümüzdə bəzi bəhanələr gətirirlər hicab taxmamaq üçün. Bəziləri, məsələn, deyirlər ki, hicab taxmalıyam deyirsən, amma qabaqcadan bundan əmin olmalıyam. Məgər Quranda bu barədə qəti əmrin olması bu səni qane etmirmi? Həmçinin bəziləri deyirlər, örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi düşünməliyəm. Bu saatın cavabını onlara deyirik ki, bu sualın cavabını bilirdinmi? Əsl gələcək ölümdür. Əsl gələcək olan ölümdür. Heç onu düşündünmü? Yoxsa əsl əbədi həyatın gələcək olduğunu bilmirsənmi? Hicab taxmaqdanmı o gələcəyə hicab taxmadanmı o gələcəyə getmək istəyirsən? Həmçinin bəziləri də başqa bir bəhanə gətirir, deyirlər, başı açıq olsam da yenə Allah məni sevəcək. Cavab budur ki, Allah səni sevsə də sənə günahkar qulum deyəcək və sən onun yanında günahkar bir bəndə olaraq qalacaqsan. Bəziləri də deyirlər, başı örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir. Ona da deyirik ki, unutma ki, ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək. Bəziləri də belə bəhanə edir. Heç gənc yaşda da insan başını örtərmi? Cavab budur ki, sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı? Bəziləri belə bəhanə gətirir. Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm. Cavab isə budur. Əvvəlcə örtün, sonra bu barədə fikirləşərsən. Bəziləri isə belə bəhanə gətirir. Sərbəstliyimin əlimdən alacağından qorxduğum üçün hicab örtünmək istəmirəm. Cavab belədir. Allahın hüzurunda sərbəst ola biləcəksənmi? Bəziləri də belə bəhanə gətirir. Qismət, bir gün görərsən, biz də başımızı bağlamışıq. Cavab belədir. İnşallah örtünərsən, amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaqdır. Bəziləri də belə bəhanə gətirir. Başı örtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər. Cavab isə, sən örtün və özün onlara nümunə ol. Bəziləri də deyirlər, məktəb və universitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm. Bu hal isə hicaba vurulan zərbələrin ən təhlükəlisidir. Deməli, özünə xidmət etmək istəmirsən, Rəbbinə də layiqli qulluq etmək istəmirsən. Bütün bu bəhanələrin sonu yoxdur, əziz bacım. Öz qədrini bil, sadəcə bir cəsarətli addım gərəkir. Sadəcə bir cəsarətli addım gərəkir. O da hicaba sarılmaq. Niyyətini düzəlt, ixlaslı ol, Allah üçün hicab bağla. Çünki şeytan yalnız xalis Allah üçün olan əməlləri puç edə bilmir. Yalnız ixlaslı qullardan şeytan qorxur. Çünki əməlləri Allah üçün edənlərə Allah özü kömək olur. Allah sənin köməyin olsun, bacım. Allah sənə cəsarət versin, hicab taxasan, bacım. Neçə müsəlman bacılar olublar ki, bu cəsarəti özlərində tapıblar və bu gün də öz həyatlarından məmnun və xoşbəxtdirlər. Bəli, neçə qızlar hicab taxdıqdan sonra yad gözlərdən, qəlbi xəstə oğlanların atmacalarından xilas olmuşlar. Lakin hicab taxmadıqları halda özləri buna səbəb olmuşdular. Allah Teala boş yerə buyurmayıb ki, Zəlikə ədnə ən yu'rafnə fələ yu'zəyn. Əhzab surəsi 59-cu ayədə Allah Teala buyurur, bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.
Əziz bacım, Allah sənin nəyə ehtiyacın olduğunu səndən daha yaxşı bilir. Bugün hicabın əsl qayəsinin nə olduğunu soruşsan, müsəlmanlardan %1 bəlkə düz cavab verər ki, o da Qurandakı cavabdır. Gör başqaları necə bu cavabı biləcəklərmi? Əgər müsəlmanlar bu sualın əksəriyyəti cavabını düz bilmirsə, hicaba görə müsəlman qadınları qınayanlar heç özləri hicabın nə olduğunu bilmirlər. Onun hikmətini və mənəvi tərəflərini bilmirlər. Əziz bacım, cəsarətli ol və Allah üçün hicab tax və Allahın bu ayəsini heç zaman unutma. Xüsusən də əgər qınanmaqdan qorxursansa, bu ayəni heç zaman unutma. وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ Onlar, yəni o möminlər, qınayanın qınağından qorxmazlar. Əl-Maidə surəsi 54-cü ayə. Unutma ki, hicab taxacağam deyib verdiyin qərarın Allaha yaxınlaşmaq üçün edəcəyin ən böyük əməldir. Ola bilsin ki, deyəsən, mən hicabsız da pis əməldən çəkinirəm. Lakin şeytan səni elə yerdə azdıra bilər ki, bircə başında hicabının olmağı buna mane ola bilər. Sən başındakı hicabından utanıb, o hicaba ləkə gətirməkdən çəkinib, o əməli etməyəcəksən o zaman. Allaha and olsun ki, bu belədir. Əgər inanmırsansa, hicab taxan imanlı müsəlman bacılarından soruş. Gör nə deyəcəklər. Bil ki, hicab qadının Allaha edəcəyi ən böyük itaətlərdən biridir. Həmçinin hicab Allahdan qorxuram deyən qadının həm Allah qorxusuna, həm Allah sevgisinə, həm də ona ümidinə bir dəlildir. Ey bacım, insanlardan qorxma, Allahdan qorx. Məgər daha çox qorxulmağa layiq deyilmi Allah? Allah Teala buyurur, فَلَا تَخَافُوهُمْ وَخَافُونِي إِنْ كُنْتُمْ مُؤْمِنِينَ Əgər möminsinizsə, onlardan qorxmayın, məndən qorxun. Ali-İmran surəsi 175-ci ayə. Dəyərli bacım, Allahdan həya et. İnsanlardan həya etdiyindən daha çox Allahdan həya et. Həyatını Allah üçün yaşa, insanlar üçün yox, nəfsinin ləzzətləri üçün yox. Dəyərli müsəlman bacım, axı nə vaxta qədər hicabsız gəzib dolaşacaqsan və sənin vücudunu naməhrəmlər görəcəklər, məgər buna son qoymayacaqsanmı? Allahdan qorx, Allahdan qorx, o sənə səadətin, xoşbəxtliyin qapısını açsın. Allah buyurur, وَاتَّقُوا اللّٰهَ وَيُعَلِّمُكُمُ اللّٰهِ Allahdan qorxun ki, o da sizə xoşbəxtliyin, Allahdan qorxun ki, o da sizə bilmədiklərinizi öyrətsin. Bəli, Allahdan qorx ki, o sənə bilmədiyin neçə xeyirləri öyrətsin və sənə xeyir qapılarını açsın. Allahdan istəyirəm ki, bizi eşidib sözlərin ən gözəlinə tabi olanlardan etsin və həmçinin Allahdan istəyirəm ki, ona iman edən heç kəsi qiyamət günü rüsvay və rəzil etməsin. Və axiru də'avana anilhamdülillahi rabbil aləmin və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.